İki dəyişənli funksiyaya aid olan suallarla izahlarımızı davam edək. Bir dəyişənli funksiyanın tədqiqində bilirdiniz ki, böhran nöqtəsini tapmaq üçün siz onun birinci tərtib törəməsini tapıb sıfıra bərabər edirdiniz. Eyni qayda ilə də iki dəyişənli funksiya üçün də biz onu hər iki dəyişənə görə deməli törəməsini almalıyıq və sıfıra bərabər etməliyik. Burada bir məsələ var ki, əgər siz hansı dəyişənə görə törəmə alırsınızsa, digər dəyişəni sabit olaraq baxacaqsınız. Deməli, x-ə görə törəmə alırıqsa, x-i biz dəyişən olaraq qəbul edirik. 4x kvadratının törəməsi eləyir 8x. Çıxılsın. İkinci ifadədə 2 və y hər ikisi x-in əmsalları hesab olunur. Və bu zaman bizim bu ifadədən aldığımız törəmə 2 vurulsun y qalmalıdır. Bərabər edirik 0-a. İkinci ifadədə isə biz y-ə görə törəmə almalıyıq. Alaq, y-ə görə törəmə alanda mənfi 2xy ifadəsində mənfi 2x y-in əmsalıdır. Üstə gələk, y kvadratının da törəməsi y-ə nəzərən 2y-ə bərabər olur. Yazdıq, bərabərdir 0. Qaldı bizə sistem tənliyi həll etmək. Bu sistem tənliyi toplaya bilərik. 2y-lər ixtisar getsə, silah olaraq getsə, qalacaq burada 6x bərabərdir 0. Buradan alırsınız x bərabər 0. X bərabər 0-dırsa bunu hər hansı bir tənlikdə yerinə qoysaq, y-i də təbii ki 0 alırıq. Deməli, bizim cavabımız bu sual üçün olur 0,0 nöqtəsi. Davam edək. Digər sualı da yenə də. Bu dəfə ekstremum soruşulur. Burada diqqət edin. Ekstremum soruşulursa, deməli, biz aldığımız nöqtəni funksiyada yerinə yazmalıyıq. Yəni, burada z-in qiymətindən söhbət gedir. Amma nöqtəsi sözü olsaydı, onda sadəcə aldığınız və x-y cütlüyünü götürərdik. Eyni qayda ilə z-in x-ə görə törəməsini alıb 0-a bərabər edib, z-in y-ə görə törəməsini alıb 0-a bərabər edib, biz birinci böhran nöqtəsini tapmalıyıq. 8 sabitdir, törəməsi 0 olacaq. Üstə gələk. 6x-in törəməsi x-a nəzərən 6 eləyir. Çıxaq. X kvadratının törəməsi 2x. Çıxılsın. X vur y ifadəsində x dəyişəndirsə, deməli y onun əmsalıdır. Bu zaman burada yalnız y qalır. Y kvadrat ifadəsində x iştirak etmədiyinə görə törəmə olur 0. İndi isə y-ə görə törəmə alsam, yenə də 8 sabitdir, törəməsi 0. Üstə gələk. 6x ifadəsində heç bir y iştirak etmədiyinə görə onu yenə də biz bir ədəd olaraq qəbul edirik, törəməsi 0. Eyni qayda ilə x kvadrat ifadəsində heç bir y iştirak etmir deyə törəməsi 0. xy ifadəsində y əgər dəyişəndirsə, deməli x onun əmsalıdır və bu zaman törəmədən yalnız x qalar. Y kvadrat ifadəsinin isə törəməsi y-ə görə 2y eləyir. Bərabər 0. Mən bunu belə geniş yazdım ki, tam şəkildə siz törəməni aydın olaraq görə biləsiniz. İndi baxaq, bizim burada necə bir ifadəmiz var. Bizdə belə bir ifadə yaranır burada. 2x üstə gələk y bərabərdir 6. Aşağıdakı ifadədə isə x bərabərdir, səhv etmirəmsə, mənfi 2y. Belə bir sistem tənlik. Bu sistem tənliyi tamamlayaq. Köklərini alaq görək. Bu tənliyin kökləri neçə olur? X-i mənfi 2y olaraq qəbul edib yuxarıda yerinə yazsaq, olar mənfi 4y üstə gələk y bərabərdir 6-ya. Onda y eləyir mənfi 2. Mənfi 3x, mənfi 3y bərabər 6. Mənfi 2 düz dedim. Onda x neçə olar? X isə bu zaman olar 4. İndi bu misalda 4 mənfi 2 cütlüyünü, yəni x 4, y mənfi 2 cütlüyü biz almışıq. Bu 4, 2 cütlüyünü misalda yerinə qoyuruq. Bu misalda yerinə qoyuruq və cavabı 20 olaraq alırıq. Siz özünüz yoxlaya bilərsiniz təbii ki. Funksiyanın ekstremumunu tapın. Yenə də eyni sual, yenə də eyni prinsiplə olan sual. X-ə görə törəmə alıram birbaşa. X kubunun törəməsi 3x kvadrat eləyər. Buradan alıram 6x kvadrat. Üstə gələk, burada x iştirak etmir. Yoxdur, törəməsi 0-dır. Burada isə əmsal, buna 0 yazım, çıxılsın. 30 və y, x-in əmsalları olduğuna görə bərabərdir 0. Y-ə görə törəmə alsam, burada y iştirak etmir, 0. Buradan törəmə alsaq eləyər
Bir dəqiqə mən burada 3 düz yazmışdım. 6y-in kvadratı çıxılsın. İndi isə burada x ədəd y isə dəyişən olduğuna görə buradan qalar sizə 30x bərabərdir 0. Belə bir sistem tənliyi həll etməliyik. Baxaq görək bu sistem tənlikdə bizim x, y cütlüyümüz neçə eləyər? Bunu bir dənə sadələşdirim buradan. Silim, sadələşdirim. Deməli, belə bir sadələşmə elədik. Bu sistem tənliyi həll eləsəz, bu zaman alırıq x də bərabərdir 5 olur, y də bərabərdir 5 olur. Hər ikisini 5 alacaqsınız. Baxın, x bərabər 5, y bərabər 5. Və gətirib z-də bunu yerinə yazsaq, bizdə belə bir şey olmalıdır. Burada 500 çıxılsın, 750, o da bərabərdir mənfi 250. Yenə eyni tipli sualdır. Funksiyanın uyğun olaraq x-a görə xüsusi teoreməsini alaq. X kvadratının teoreməsi 2x üstə gələk. X, y ifadəsində y əmsal olduğu üçün əmsal qalır. Y kvadratında x iştirak etmir, 0 olur. 4x-də əmsal 4 olduğu üçün 4 qalır. 2y-də də x iştirak etmədiyinə görə yenə də bu teoremə 0 oldu. Mən özüm bunu belə aydın şəkildə yazıram ki, siz xüsusi teoremələri almağa burada artıq tam dəqiqliklə öyrənə biləsiniz. X kvadratında y iştirak etmir, yəni ədəd olaraq baxsaq teoreməsi 0-dır. X, y ifadəsində y-ə görə teoremi alıramsa x onun əmsalıdır, əmsal qalır. Y kvadrat ifadəsinin teoreməsi 2y-ə bərabərdir. 4x-də yenə də y iştirak etmir, teoreməsi 0-dır. 2y-in teoreməsi isə 2 eləyər, bərabərdir 0. Baxın, geniş şəkildə yazdım. İndi qalır bu misalı həll etmək. Bunu indi mən sadə olaraq yazım. 2x üstə gəl y bərabərdir 4 desək. Aşağıdakı tənlikdə isə x üstə gələk 2y bərabərdir 2 alarıq. Belə bir sadə tənlik alarıq. İndi burada nə edə bilərik? Burada ikinci tənliyi 2-yə vurub bir-birindən çıxsaq, x-i 2 alaram, y-i isə təbii ki 0 alaram. Yəni, belə bir cavab ala bilirik buradan. Qradiyentlə bağlı təxmini deyəsən 3 ya 4 dənə sualınız var. Birinci qaydasını izah edim, nə deməkdir qradiyent, nə edəcəksiniz? X-a görə xüsusi teoremə alırıq və verilən M0 nöqtəsinin qiymətlərini yerinə qoyuruq. Bunu i vektoruna vuracağıq, üstə gələk, daha sonra isə y-ə görə xüsusi teoremə alıb, bu xüsusi teoremədə x0, y0 nöqtələrini yerinə qoyub, bunu isə j vektoruna vurulmuş şəkildə yazmalıyıq. Bu da bizim qradiyent olacaq. X-a görə xüsusi teoreməni tapaq. X kvadratının teoreməsi 2x və y-də əmsal olduğuna görə olur 2xy. Nöqtəni yerinə yazaq. 2 vurulsun, 2 vurulsun, mənfi 4. Bu elədir mənfi 16. Y-ə görə xüsusi teoreməni alaq. Y-ə görə xüsusi teoremə alsaq, x kvadratı onun əmsal olduğu üçün x kvadrat qalar. Və nöqtəni yerinə yazsam, burada da olar 4. Deməli, sizin ifadə aldığınız, yəni həll 16i üstə gələk 4j şəklində olmalıdır. Mənfi 16 üstə gələk 4j. Baxaq görə hansı variantdadır? Baxın, bu da sonuncu variantdadır, düzdür. Yenə də funksiyanın ekstremumları ilə davam edirik. X-a görə xüsusi teoremi alıram. Bu eləyir 6x üstü 5 bərabərdir 0. Y-ə görə xüsusi teoremi alıram. Eləyir 6y üstü 5 bərabərdir 0. Deməli, nöqtələrimiz nədir? 0, 0 nöqtələridir. Və bu 0, 0 nöqtələrini gətirib misalda yerinə yazmaq lazımdır. Cavab da eləyəcək 0. 59 nömrəli sual. Yenə də eyni prinsiplə davam edirik. X-a görə xüsusi teoreməsi eləyər 4x üstə gələk y. Çıxaq, burada x yoxdur, burada x yoxdur. Bir dənə burada x olduğuna görə çıxılsın 4 bərabər 0. Y-ə görə xüsusi teoremi alsam, birincidə y iştirak eləmir, ikincidən x qalar. Üstə gələk, y kvadratından 2y qalar. Çıxılsın, burada y iştirak etmir, burada isə çıx 1 qalar, yəni əmsalı 1-dir. Deməli, sistem tənliyimiz
Belə bir sistem tənliyi alırıq. Burada kökləri tapmalıyıq. 4x plus y bərabərdir 4. X üstə gələk 2y bərabərdir 1. Nə edə bilərik? Burada kökləri almaq üçün məsələn birinci tənliyi -2-yə vurub toplasam y-lər gedər və ya ikinci tənliyi -4-ə vurub toplasam x-lar gedər. Yəni bu qaydaları artıq bilirsiniz. Və buradan kökləri nə alırıq? Kökləri x-i 1, y-i isə 0 olaraq alırıq. x1, y0 həllərimizdir. 60 nömrəli sual. Funksiyanın yenə də baxın, böhran nöqtələr. Yəni eyni qayda ilə davam edirəm. Cavabların düzgünlüyünə əmin olmaq istəyirəm. X-in törəməsi. X-a görə törəmə alsam buradan 8 qalar. Çıxılsın, buradan isə 2x qalar. Bərabər 0. Y-ə görə xüsusi törəmə alsam, burada vurma olduğuna görə -8 qalır. Burada isə yenə də çıxaq 2y qalır, bərabərdir 0. Nə alırıq? X-i buradan 4 alaram. Aşağıdakı tənlikdə isə y-i -4 alaram. Bu qədər asan bir şey. 61 nömrəli sual. Ekstremum, yəni aldığım böhran nöqtəsini gətirib yerində qoymalıyam. X-a görə törəmə. Bunu mən burada açı da bilərəm, amma buna qüvvət funksiyası kimi də baxa bilərəm. Qüvvət kimi baxım əvvəlcə 2x-2. Bir də x-2-nin öz törəməsi x-a görə, bu da elə 1 eləyər. Yəni sadəcə elə bu qaldı. Bərabərdir 0. Y-ə görə xüsusi törəməsi isə yalnız burada iştirak etdiyinə görə 6y bərabərdir 0. Nə alırıq? Y-i 0 alırıq, x-i isə 2 alırıq. 2-0 nöqtəsi. 2-0 nöqtəsini gətirib misalda yerinə yazsaq 0 plus 0 cavabımız olacaq 0. 62 nömrəli sual yenə də qradiyent soruşulur. Bayaqki qaydanı, izah etdiyimiz qaydanı burada tətbiq edək. Dedik ki, funksiyanın x-a görə xüsusi törəməsini alıb verilən nöqtəni yerinə yazırıq. Natural loqaritma ln x-in törəməsi 1 bölək x olduğuna görə 1 bölək x kvadrat üstə gəl y kvadrat yazdım. Amma mürəkkəb funksiya olduğuna görə bir dənə də x kvadrat üstə gəl y kvadratından x-a görə törəmə almalıyam. Bu isə 2x eləyər. Verilən nöqtəni də yerinə yazsaq, alınar burada 2 bölünsün 1 plus 1, yəni 1. Eyni prinsip elə y-ə görə də keçərlidir. Törəməsi x kvadrat üstə gəl y kvadrat. Y kvadratın da törəməsi 2y eləyir. Və 1 nöqtələrini yerinə yazsaq, bu da 2 bölək 1 plus 1, 1 eləyəcək. Deməli, 1 vurulsun i vektoru üstə gələk 1 vurulsun j vektoru, yəni i plus j. Sadəcə cavabımız bu şəkildə alındı. Funksiyanın böhran nöqtəsi, ekstremum nöqtəsi eyni qayda ilə davam edirik. Misala bir dənə diqqətlə baxaq. Z funksiyasından x-a görə xüsusi törəmə alıram. 7-də 0 eləyəcək, 6x-dan 6 qalacaq, x kvadratı 2x olar, x y-dən çıxaq, y olar. Bu qədər, bərabər 0. Y-ə görə törəmə alsam, yenə də 7-nin törəməsi 0, 6x-da y iştirak etmədiyinə görə 0, x kvadratında yenə y yoxdur deyə 0, mənfi x y-də isə əmsal mənfi x olduğuna görə qalar. Y kvadratın isə törəməsi 2y-dir, bərabər 0. Deməli, aşağıdan alıram ki, x bərabərdir mənfi 2y-ə. Bunu da birinci misalda, yəni sürət yuxarıdakı ifadədə nəzərə ala bilərik. Alarıq burada 6 üstə gələk 4y çıxaq, y bərabər 0. Onda y nə eləyir? Y mənfi 2 eləyər. Y mənfi 2 eləyəndə x da 4 eləyər. 4 mənfi 2, bəli, düzdür. 64 nömrəli sual funksiya ekstremumu. X-a görə xüsusi törəmə 4x üstə gələk y. Çıxaq bir dənə də x burada iştirak elədiyinə görə 4 bərabər 0. Y-ə görə törəmə y burada var, x qalar, üstə gələk y 2y, bir dənə də çıxılsın, ən sonda y var idi deyə 1 bərabər 0.
Yenə də sadələşmə aparsaq 4x üstə gəl y bərabərdir 4-ə. X üstə gəl 2y isə bərabərdir 1-ə. Sadə 2 dəyişənli funksiyadan 2 dəyişəndən ibarət olan sistem tənliyi aldıq. Sistem tənlikdə baxaq görə burada köklərimiz neçə eləyər? İkincini -4-ə vursam və toplasam x-lar gedər. 4x-lar gedər. Qalar -7y bərabərdir 0-a. Deməli, y 0-dır. Mən belə almışam. İndi siz də yəqin ki, belə alarsınız. Y 0-dır, sonda x 1-dir də, deməli. Düzdür, hə. Y 0, x 1. Gətirək misalda yerinə qoyaq. X-a 1 versəm, burada 2 eləyər. Y-ə 0 verdiyimə görə bura 0 eləyəcək, bura 0 eləyəcək. X-a 1 verdiyimə görə bura -4 eləyər. Y-də 0 olmuşdu. 2 çıxaq 4 qaldı. 2 çıx 4 də -2-dir. Bəli, deməli, hər şeyi düz almışıq. Stasionar nöqtələr. Yenə də teoreməsini almalıyıq. Xüsusi teoremələrini alaq. X-a görə xüsusi teoreməsi 2 çıxılsın. X-a görə teorem alıramsa y qalır. Bərabərdir 0. Y-ə görə teorem alıramsa burada yoxdur. Burada -x əmsaldır. Üstə gələk. Y kvadratında teoreməsi 2y bərabərdir 0. Deməli, buradan y-in 2 olduğunu artıq aldıq. Onda x neçə olur? X da onda 4 olur da. 4, 2 nöqtəsi. 66 nömrəli sual. Ekstremumları təyin edirik. X-a görə xüsusi teoreməsi. X-a görə, f-in x-a görə xüsusi teoreməsi 4 çıxaq 2x bərabər 0. Y-ə görə xüsusi teoreməsi -4. Yenə deyirəm, 4y burada -4y qalınır burada. Ona görə əmsal -4 qalır. Bir dənə də çıxaq 2y bərabər 0. X-i buradan 2 tapıram. Y-i isə buradan -2 olar. Yəqin ki, -2 tapıram. Misalda gətirib yerinə yazaq. Yəni, verilən f(x, y) funksiyasında yerinə yazsaq. 2 çıxılsın -2. 4 eləyər. 4-ü 4-ə vuranda 16 eləyər. Çıxılsın x-in kvadratı, yəni 4. Çıxılsın -2-nin kvadratı, yəni o da 4. Burada 8 qaldı. Deməli, düz almışıq. Qradientdən 3-cü sual. Elə səhv etmirəmsə 3 dənə olmalıydı. X-a görə xüsusi teoremi almalıydım və nöqtəni yerinə yazmalıydım. 3x-in kvadratı çıxaq bir dənə də burada olduğuna görə 3y. Nöqtəni də yerinə yazaq. 2-ni yazsam 12 çıxaq 3 bərabər 9. Y-ə görə xüsusi teoremə 3y kvadratı çıxaq 3x bərabərdir. Nöqtələri yerinə yazaq. 3 çıxılsın 6 eləyər. O da -3. Deməli, 9 vurulsun y vektoru, çıxılsın daha doğrusu 3 vurulsun j vektoru. Cavabımız belə olmalıdır. Cavabımız bəli, cavabımız düzgündür sonuncu variantda. Digər suallarda ekstremum nöqtəsi yalnız birdən alınırdı, daha doğrusu böhran nöqtəsi birdən alınırdı və ekstremum olaraq qəbul edib cavab götürürdük. Amma bəzən ola bilər ki, o nöqtənin yoxlanması tələb olunsun. Bunun üçün ikinci tərtib teoremi almalıyıq təbii ki. Ona görə məsələn, baxaq bu misalı tədqiq edək. X-a görə birinci tərtib xüsusi teoremi alıram. Eləyir 3x-in kvadratı çıxılsın 3 bərabərdir 0. Y-ə görə birinci tərtib teoreməni alsam eləyər 6y üstə gələk 6 bərabər 0. İndi baxaq, sistem tənliyi almışıq. Birinci tənlikdən x bərabərdir müsbət -1 olur. İkinci tənlikdə isə y bərabər 1. Deməli, bizim 2 dənə nöqtə cütümüz var. -1, müsbət 1, bir də 1 nöqtəsi. Və baxırsınız ki, hər ikisindən cavab var. İndi biz dəqiqləşdirməliyik ki, bu nöqtələrin hansı ekstremum nöqtəsidir, hansı deyil. Bunun üçün nə edirik? A parametri daxil edirəm. Yəni, A ilə işarə edirəm. X-a görə ikinci tərtib xüsusi teoreməni verilən nöqtədə yerinə qoyacağım. Birinci tərtib teoremi almışdıq. Birinci tərtib teoremədən bir dənə də teorem alsam, bu eləyər 6x. Və verilən nöqtəni
Məsələn, baxıram mən burada, mənim üçün maraqlıdır, bu 1-1 nöqtəsini araşdırıram. Yerinə yazsam A eləyir 1. 6 daha doğrusu 6. B olaraq işarə edirik Y-ə görə ikinci tərtib teoremənin verilən böhran nöqtəsindəki qiymətini. Y-ə görə biz teoremə almışdıq, -6Y plus 6 eləmişdi. Və buradan da Y-ə görə bir dənə də teorem alsam -6 qalar və artıq heç nöqtəni yerinə qoymağa ehtiyac qalmadı. Və bir də S ilə işarə edirik X-a görə aldığımızda, sonra isə Y-ə görə aldığımız ikinci tərtib teoreməni. Burada fərqi yoxdur, birincidən alım və ya ikincidən alım, onsuz da bunlar bir-birinə bərabər olur. X-a görə aldığımdan, Y-ə görə aldığımdan teorem alsam 0 eləyər. Yəni, eyni qayda ilə Y-ə görə aldığımızdan daha sonra X-a görə alsaq, yenə də 0 eləyir. Və belə bir determinant yazırıq. A, S, S, B. Bərabərdir, aldığımız nöqtələri yerinə qoyaq. 6, S-ni 0 almışdım. B-ni isə -6 almışdım. Bu determinant nəyə bərabərdir? -36-ya. Deməli, indi ekstremumun olub olmaması üçün teoremi vurğulayaq, qaydanı vurğulayaq. Qayda necədir? Əgər aldığımız A sıfırdan böyük olsaydı və determinant da sıfırdan böyük olsaydı, onda bu olardı lokal minimum nöqtəsi. Yox, A sıfırdan kiçik, amma determinant sıfırdan böyük olsaydı, olardı lokal maksimum nöqtəsi. Amma A sıfırdan kiçik olan halda isə bu ekstremum nöqtəsi deyil. Və biz göstərdik ki, 1-1 nöqtəsi ekstremum nöqtəsi deyil. Deməli, digəri ekstremum nöqtəsi olacaq. -1, 1-dən olan. Davam edim. Xüsusi teoreməni yazanda necə yazmalıyıq? Ümumiyyətlə, xüsusi teoremənin tərifinə əsasən funksiya artımının arqument artımına nisbətən yazmaq lazımdır. Və burada x-a görə soruşulursa, onda x-a görə xüsusi artım, yəni x üstə gələk delta x, məxrəcdə isə x-in artımına nisbəti sizə funksiyanın xüsusi teoreməsini verir. Yəni, bu artıq teoremənin tərifidir. 70 nömrəli sual. Tam diferensialı tapın. Tam diferensial nə deməkdir? Əgər du-nu axtarırıqsa, bu verilən funksiyanın x-a görə xüsusi teoreməsi vurulsun dx, üstə gələk funksiyanın y-ə görə xüsusi teoreməsi vurulsun dy şəklində axtarmalıyıq. İndi ona görə də baxaq ki, burada dx və dy-in iştirak etdiyi neçə cavab var? Fikir versəz, yalnız bir cavab var. Əslində, mən buna istinadən deyə bilərəm ki, test bitdi, həllini aldınız. Amma misal olaraq öyrənmək üçün qaydanı öyrənək, yəni misalı tam olaraq həll edim. X-a görə xüsusi teoremə dedik. X-a görə xüsusi teoremə üçün biz deməli x-a dəyişən olaraq baxırıq. Y üstü x kvadrat üstə gəl y kvadrat olduğu kimi qalar. Və x kvadratından da teorem alsaq, eləyər 2x. Və dx də təbii ki, yanında. Üstə gələk. Y-ə görə bu zaman teorem alsam, y üstü x kvadrat üstə gəl y kvadrat qalır. Y kvadratından da teorem alsaz, olar 2y. Və təbii ki, dy-lər də yanında. Deməli, cavabımız tamamilə növbəti misalda. Növbəti misalda artıq y-ə görə aldığımız xüsusi teoremədən sonra x-a görə xüsusi teoremə almalıyıq. Birinci y-ə görə xüsusi teoremə alım. Bura 0 eləyər. Y üstü 4-dən alınar 4y-in kubu və çıxılsın. Y kubunun teoreməsi 3y kvadratdır. X də əmsaldır. Olar 3x y-in kvadratı. Belə bir ifadə alırıq. İndi bu axtardığımızı tapmaq üçün deməli biz bu misaldan, bu verilən ifadədən və bundan bir dənə də x-a görə teorem almalıyıq. Bunu kvadrat yazsam, bunu dx yazsam, onda belə çıxır ki, mən bu misaldan x-a görə xüsusi teoremə almalıyam. X-a görə xüsusi teorem alsam nə qalar? Burada x iştirak etmir, 0-dır. X yalnız burada iştirak edir və 3 ilə y kvadratı onun əmsalı olduğuna görə 3y-in kvadratı qalır. Deməli, cavabımız oldu 3y-in kvadratı. (72 nömrəli sualda x-a görə xüsusi teoremə alıb bir də təkrar almalıyıq, yəni 2 dəfə.
X-a görə xüsusi teoremi almalıyam. DZ-dən dx-a görə alsam. X 2 halda iştirak edir. Deməli, hasil funksiyası kimi baxacam. X kvadratın teoreməsi 2x eləyər. Vuraq y üstü x, y olduğu kimi qalar. Üstə gələk. Daha sonra x kvadrat olduğu kimi qalar. Y üstü x, y-in teoreməsi y üstü x, y. Bir dənə də y əmsal olduğuna görə vuraq y. İndi mən bunu əslində sadələşmiş də formada eləyə bilərəm və yaxud da ki, bundan bir dənə də teoremi alsam elə hasil kimi baxa bilərəm. Yenə də x-a görə alırıq burada. Alaq 2x-in teoreməsi 2, y üstü x, y olduğu kimi qaldı. Üstə gələk 2x-i olduğu kimi saxlasam. Y üstü x, y, bir dənə də vuraq y. Üstə gəl. Keçdim ikinciyə. X kvadratın teoreməsi 2x, y də təbii ki, burada əmsal idi, yerində yazdım. Üstə gələk, x kvadratı y olduğu kimi qalsa, y üstü x, y-in teoreməsi y üstü x, y vuraq y. İndi baxaq görək burada y üstü x, y-ləri kənara çıxartsaq necə bir şey alırıq? Y üstü x, y-ləri götürdüm. Burada 2 qaldı. Üstə gələk. Burada 2x, y qaldı. Üstə gələk. Eyni ilə də 2x, y burada qaldı. Bir dənə də üstə gələk. X kvadratı y də buradan qalmışdı. 2x, y-dən 2x, y toplasam eləyər 4x, y. 2 üstə gələk 4x, y. Üstə gələk x kvadratı y vurulsun. Y üstündə x, y. Bu bizim düzgün cavabımızdır. Və baxaq, bəli, tamamilə düzgün almışıq. 73 nömrəli sual. Xüsusi teoremə yenə soruşur burada. Xüsusi teoreməni x-a görə təkrarən alıram. Bir dəfə x-a görə alsam, sinusun teoreməsi kosinus x, y-dir və y əmsal olduğuna görə bir dənə də y əvvələ keçər. İndi bundan bir dənə də teoremə alsam, x-a görə kosinusun teoreməsi mənfi sinus x, y-dir və bir dənə də x, y-dən teorem alsam, bir dənə də y keçəcək. Deməli, olacaq burada y-in kvadratı. Tamamilə düz. 74 nömrəli sual. Funksiyanın ikinci tərtib tam diferensialını tapın. İkinci tərtib tam diferensialı, ümumiyyətlə burada bir dənə belə bir sual olmalıydı. 88 nömrəli sual idi, səhv eləmirəmsə. Qoy dəqiq baxım. Düstur şəklində soruşurdu. Düz tapdım. Baxın, yəni buradan qaydanı bilin ki, əgər funksiyadan ikinci tərtib diferensial soruşulursa, deməli, bir növ haradasa müxtəsər vurma düsturuna bənzəyəcək. Baxın, x-a görə ikinci tərtib teoremi alırıq. Üstə gələk x, y-ə görə 2 dənə və üstə gələk y-ə görə yenə də ikinci tərtib teoremi. Yəni, düsturunuz bu qaydada olmalıdır. Diferensialda x-a görə ikinci tərtib teoremi alandan sonra dx kvadratına vururuq. X, y-ə görə alandan sonra 2dx, y və bir də daha sonra isə y-ə görə 2 dəfə teorem alıb dy kvadratına vurmaq lazımdır. İndi bu qaydana gəlin, misalınızda da tətbiq eləyək. Etməmizdən əvvəl baxaq görək o variantda bizdə neçə dənə cavab var idi. Yəni, ümumiyyətlə, misalı tamamilə sona qədər həll etməyimizə ehtiyac var, yoxsa yox? Budur sualımız. İkinci tərtib tam diferensial. Deməli, düstura riayət etsək, o qaydaya riayət etsək, bizdə olmalı idi x kvadrat, x, y 2 dənəsi ilə və y kvadrat. Bu da görürsünüz ki, onsuz da bir variantda var. Amma biz öyrənmək məqsədi ilə tamamilə misalı tam sona qədər eləyə bilərik. Z-dən x-a görə birinci tərtib teoremi alsam, eləyər 6x. Çıxaq, burada da qalar 2y. Z-dən x-a görə ikinci tərtib teoreməni alsam, burada sadəcə qalar bir dənə 6. Burada y də var idi. Onda bunun yanına y də gəlməli idi. Olar 6y. Bax, belə. Z-dən y-ə görə teoremi alsaydım, 3x kvadrat əmsal olduğuna görə qalırdı. Çıxaq, 2x əmsal olduğuna görə qalırdı. Bir dənə də üstə gələk, y kvadratın teoreməsi 2y. Y-ə görə ikinci tərtib teoremi alsam, burada yalnız 2 qalardı.
Bir dənə də bizə nə lazım idi? X-ə görə, daha sonra isə Y-ə görə teoremə. Bunu birinci aldığım misaldan məsələn eləyə bilərəm. Y-ə görə teorem alıramsa qalır 6x çıxaq 2. Belə bir ifadə. İndi gəlin bunların hamısını bir-bir yerində yazası olsaq nə yazarıq? Yazarıq 6y vurulsun dx-in kvadratı. 6x çıxılsın 2. dx y. Təbii ki, qarşısında 2 də olmalıydı. Bir də y-ə görə ikinci tərtib teoreməni də yanında yazmalıydım. dy-in kvadratı. O da hansı variantda var? Yalnız burada bir variantda var. Bir dənə də bunu həll eləyək. Z-dən x-ə görə xüsusi teorem alırıq. Tangensin teoreməsi nədir? Tangens y bölü x-in teoreməsi x-ə görə nəyi verər? Tangensin teoreməsi 1 bölü kosinus kvadratı ümumiyyətlə. Kosinus kvadratı y bölü x. İndi burada neçə cür funksiya var? Burada bir tangens, trigonometrik funksiya var. Bir nisbət funksiyası var. Yəni 1 bölü y bölü x olaraq baxsaq, təsnim tənasiblik funksiyasıdır. Onda 1 bölü x-dan da mən teoremi alsam, 1 bölü x-in teoreməsi nəyə bərabərdir? Mənfi 1 bölü x kvadratına, düzdür? Deməli, burada eləyəcək əmsalı da nəzərə alsaq, mənfi y bölü x kvadratına vurmalıyam. Bir dənə də y-i nəzərə aldım da zaten. Elə bu qədər. Onda cavabım olar, mənfi y-i sürətdə saxlayaram. X-in kvadratı vurulsun, kosinus kvadratı y bölü x. Tamamilə düzgündür.